Bu sualımız sınıq xəttə aiddir. Dimin özünün təqdim etdiyi suallardandır. Deməli, sınıq xətt üçün biz əvvəllər demişik ki, burada müəyyən qara və boz xanalar olur. Qara və gördüyünüz kimi və bizdən tələb budur ki, bütün qara və boz xanaları birləşdirən bir sınıq xətt çəkək. Hamısından keçsin. Amma müəyyən tələblər var. Bu tələblər nələrdir? Burada şərtdə də vurğulayır. Deyir ki, qara xanalardan, məsələn, bax belə qara xanadırsa, buradan deyir, düz keçməyin. İçərisinə deyir, daxil olanda 90 dərəcə dönün. Məsələn, sağdan gəlirik, qara xananın içinə daxil olduqsa, ya aşağı, ya yuxarı deyir, dönün. Düz keçməyin deyir qara xananın içərisindən. Bu birinci şərtdir və həmçinin deyir ki, qara xananın da yanında dönmək olmaz. Baxın nə deyir? Deyir, xətt qara xanada 90 dərəcə dönməli, lakin bu xanadan keçəndən sonra növbəti bitişik xanalarda dönməməlidir. Gəlin bunu cədvəlin içərisində göstərək. Baxın, məsələn, bu qara xana. Tutaq ki, buradan belə gəldiniz. Daxil olduq qara xananın içərisinə. Burada dönməliyik. Məsələn, yuxarı dönə bilmərik, çölə çıxar. Aşağı döndük. Bax, buradan dönə bilmərik, deyir, növbəti bitişik xanalarda. Yəni, qara xananın bu bitişik xanasında, burada döngüyə icazə yoxdur. Yəni, durub buradan mən sola, sağa və s. belə dönə bilmərəm. Düz davam eləməliyəm. Ən azından 2 dama uzaqlaşırıq. Bax, bu qaydada. Eyni şey bu sol tərəfə də aiddir. Məsələn, buradan belə çıxandan sonra ya aşağı dönmək, yuxarı onsuz da dönə bilmirik, çölə çıxır. Aşağıda dönməyə icazə yoxdur. Özü deyir, bitişik xanalarda deyir, dönməyin. Demək ki, biz qara xana görəndə onun içərisində 90 dərəcə dönəcəyik və ən azından belə 2 dama uzaqlaşdıracağıq. Yanında dönmək olmaz buna görə. Yaxşı, boz xana barədə nə deyir? Boz xanalardan deyir, düz keçin. Məsələn, bax, bunun belə içərisini nöqtələyirəm ki, bu boz xanadır. Deyir, bunun içərisindən düz keçin. Amma yanında mütləq dönün. Ya əvvəlində, ya sonrasında, ya da hər ikisində deyir, dönün. Məsələn, belə istiqamətləri eyni də ola bilər, əks də ola bilər. Belə. Və yaxud bir tərəfdə dönər, o birində düz davam edə bilər. Ən azından bir dəfə dönmək. Baxın nə deyir? Deyir, xətt boz xanalardan deyir, düz keçməlidir. Lakin ya əvvəlki, ya sonraki, ya da hər ikisində deyir, 90 dərəcə dönməlidir. Baxın, tələb budur. Ya əvvəl, ya sonra, ya da hər ikisində deyir, 90 dərəcə dönün. Yaxşı. İndi sualımızı yaxınlaşdıraq, görək bunu necə doldurarıq, necə bütün qara və boz xanaları birləşdirərik. Ondan əvvəl də köməkçi vasitələrimiz nələrdir, onları deyək. Deməli, yoldaşlar, siz ilk olaraq bu sınıq xətt suallarında baxmalısınız küncə. Məsələn, bəzi testlərdə, bax belə küncdə qara xana verir. Küncdə qara xana olanda biz onun içindən belə 90 dərəcəli bir çərçivə çəkəcəyik. 90 dərəcəli. Nəyə görə? Burada diaqonal irəliləməyə icazə yoxdur. Ya sətir, ya sütun boyu irəliləməliyik. Şərtdə özü vurğulayır. Məsələn, belə aşağıdan gəldiksə, nə etməliyik? Sağa dönməliyik. Düzdür, başqa tərəfə dönməyə icazə yoxdur. Düz davam edə bilmərik, çölə çıxar. Sola gedə bilmərik, çölə çıxar. Diaqonalda çıxa bilmərik. Məcbur nə etməliyəm? Sağa dönməliyəm. Yəni, aşağıdan gəlsəm, sağa dönürəm. Və yaxud sağdan bu formada gəlib içəri daxil olsaq da hara dönməliyik? Aşağı, başqa yolu yoxdur ki. Hər bir halda görürsünüz bunun içərisindəki hərəkət necə olacaq. Əgər küncdə bir qara xana görsəz, onun içərisində bax belə çərçivə qeyd edirsiniz və ən azından uzunluğunu bu formada 2 dama uzadırsınız. Çünki dedik ki, qara xanaların yanında dönmək olmaz. Belə qısa saxlamırıq, çünki buralardan belə döngüyə icazə yoxdur. Qara xana görsəz, ən az 2 dama belə uzadırıq. Və yaxud da eyni şey burada da versəydi, qara xana versə, içindən belə çərçivə çəkərdiniz. Bu oldu ilk köməkçi vasitə, çünki başqa testlərdə görəcəksiniz küncdə qara xananı. İkincisi, baxırsınız tərəflərin üzərində yerləşən, tərəflərə bitişik qara və boz xanalara. Məsələn, bu tərəflər var, yan tərəflər. Bunlara bitişik qara və boz xanalara baxırıq. Məsələn, bax bu. Bu qara xanaya biz sağdan gələsi olsa, hara dönməliyik? Yuxarı. Aşağı dönə bilmərik ki, çölə çıxar. Soldan gələsi olsa, hara dönməliyik? Yenə yuxarı. Görürsünüz, hardan gələcəyimizi bilmirik, amma hara gedəcəyimizi dəqiq bilirik. Hansı tərəfdən gəlirsiniz, gəlin, yuxarı gedəcəyik. Deməli, biz tərəfin üzərində qara xana görsək,
ondan bax belə yuxarıya doğru, yəni belə deyək də mərkəzə doğru bir xətt çəkirik. Eyni şey burada aiddir. Bundan da bax belə mərkəzə doğru bir xətt çəkirəm. Səbəbi nədir? Burada əslində heç sağdan gələ bilmirik. Çünki belə dönə bilmərik buradan bura. Qaraxananın axı dedik yanında döngü olmaz. Mütləq şəkildə soldan gələcəyik və mütləq şəkildə aşağı dönəcəyik. Sonra tərəfin üzərində bir dənə də bozxana var. Demişdik ki, bozxanalardan düz keçməliyik. Belə düz keçə bilmərik, çölə çıxar. Necə düz keçərik? Yan tərəfə paralel formada, bax belə. Və belə deyək, bütün tərəflərdə, künclərdə olan xanalarla işimiz bitdisə, başlayırıq testimizi davam elətdirməyə, həll eləməyə. Məsələn, buradan məlum məsələdir ki, hara dönəcəyik? Belə sağa, çünki yol qutarıb axı. Sonra burada bozxananın içindən biz bilirik ki, düz keçməliyik. Bax, belə düz keçdik. İndi məsələ nədir? Bozxananın əvvəlində dönməmişik. Bizə şərtdə nə deyirdi? Ya əvvəlində, ya sonrasında, ya da hər ikisində dönün. Bunun əvvəlində dönməmişik. Bu qaraxana qoymurdu orada döngü olsun. Sonrasında mütləq dönməliyik. Yəni belə düz davam edə bilmərik yoldaşlar. Mütləq şəkildə ya belə sola, ya sağa dönmək lazımdır. Bundan başqa, belə yanaşıb bitişik bozxanalar olanda bir şey deyim ki, siz bunların içinə belə paralel xəttlər çəkəcəksiniz. Nəyə görə? Bu bozxananın içindən düz keçməliyik, düzdürmü? Belə düz keçə bilmərik. Çünki burada özünü kəsəcək. Şərtdə bizə deyir ki, özü ilə kəsişməyən bir sınıq xətt çəkin. Yəni, buradan belə düz keçə bilmərik bozxananın içindən, çünki burada dediyim kimi özünü kəsər. Bizə yalnız lazımdır ki, bunun əvvəli ilə sonu gəlsin, özü ilə birləşsin, qutarsın. Bax, belə qapalı bir sınıq xətt olsun. Arxası belə deyək, ucu gəlib düz onun arxa ucuna birləşsin. Ön ucu ilə arxa ucu. Buna çalışırıq biz. Bu düz xəttləri bax çəkirik bozxanaların içərisinə. Bax bu qaydada. Bura avtomatik birləşdi, gördünüz? Yaxşı, davam elətdirək. İndi burada qaraxananın içindən biz ya sola ya sağa dönməliyik. Məsələn, sola dönsək burada özü ilə birləşir. Eyb yox, məsələn, digərlərini də birləşdirə bilərik. Tutaq ki, bunu gətirib, bununla birləşdirək, bununla bunu və s. Onda bu bozxana söhbətdən kənarda qalar, məsələlərdən kənarda qalar. Bundan başqa nə edə bilərik? Bu qaraxananın içindən sağa da dönə bilərik. Sağa dönsək, ya bununla birləşdirməliyik. Buradan əslində belə dönə bilmərik qaraxananın yanında. Ən azından 2 dama uzaqlaşdırırıq. Məsələn, bununla birləşdirə bilərik. Çünki belə davam elətdirib buralarda axı gedib boşa çıxacaq. Məsələn, gəlib burada məcbur da özünü kəssin. Burada bununla birləşər. Onda bu uc hadisələrdən kənarda qalar. Yəni, biz bu qaraxanadan sağa dönməyəcəyimizi qətiləşdiririk. Çünki bu sağa dönsə, lap tutaq ki, bunların biri ilə birləşsə, o biri uc boş qalır axı. Nə edəcəyik? Dəqiq əminliklə bunu sola döndəririk. Bura ilə birləşir. Bu dəqiqdir. Sonra bu uclar nə etməlidir? Məcbur bir-biri ilə birləşməlidir. Bununla birləşdirdik. İndi məsələ nədir? Qaldı bu birlər. Bax, bu bozxanadan bu keçməz. Nəyə görə? Nə bu, nə də bu uc keçməz. Səbəbi nədir? Bunların birini keçirsək, onda fikir verin nə baş verir. Bu düz davam eləyir. Bizə lazımdır buradan dönək. Bu sağa dönəsi olsa da, bax onu da vurğulayım. Sağa dönsə, bununla birləşsə, bax bu ucu biz, məsələn, bu bozun içinə mütləq şəkildə keçirməliyik də. Belə gəlib keçsək, bu uc buralarda ilişir qalır, bu da burada. Elə bir boş ərazi yoxdur ki, bu ikisi bir-birinə birləşsin. Belə də düz keçirə bilmərik bunun içindən keçməsi üçün. Onda da özünü burada kəsər. Bu uc yenə havada qalır. Yəni biz bunları burada birləşdirsək, onda yəni bu sağa dönsə, onda bunun içərisindən, bu bozxananın içindən keçmək heç cür mümkün olmur. Məlum məsələdə onda bax sağa dönsə problem yaranırsa, sola dönəcəyik. Yaxşı, bu dursun burada. Bu xəttimizi bax belə yuxarı qaldırırıq. Bu boz iştirak eləməlidir hadisələrdə. Buradan belə düz keçirik. Aha. İndi nə edə bilərik? Bu xətti mən bununla birləşdirə bilmərəm. Bununla birləşdirsək, bunlar ayrıca müstəqil oldu. Bunlar da məcburdur bir-birinə birləşsin, ayrıca müstəqil oldu. Bu xətt dedik bununla birləşmir. Heç bununla da birləşə bilməz. Onda bu ucundan da bu uc bir-birinə bağlana bilmir. Onda nə edirəm? Bunları bir-biri ilə bax belə birləşdiririk.
Yerdə nə qaldı? Bu xəttlə bu xəttin birləşməyi. Buradan da belə xəttimizi çəkirik. Hazırdır. Bütün qara və boz xanalardan keçdik və bütün qara xanaların bir fikir verin. İçərisindən 90 dərəcə dönmüşük. Yanında döngü yoxdur. Bax, nə burada, nə də burada. Döngü yoxdur, görürsünüz, düz davam eləmişik. Və boz xanaların hamısının içindən düz keçmişik. Amma hər birinin yanında döngü var. Bax, bu bozun da yanında döngü var. Bu bozun hər iki tərəfində döngü var. Bu bozun da yanında döngü var. Bu bozun da, həmçinin bunun da yanında. Hər birinin yanında. Yəni testimizi artıq doğru şəkildə biz cavablandırdıq. İndi də bizə deyir ki, sınıq xətt neçə xanadan keçə bilməz? Baxın, bu içərisindən keçmədiyimiz ağ xanaları sayırıq. Bax, bunlar, bu ikisi, bir də bu ikisi. Bunların içərisindən keçmədik. Sayırıq ki, bunları 10 dənə eləyəcək deməli. 6 dənəsi burada, ikisi burada, ikisi də burada. 10 xanadan keçməz.